Salam dəyərli şagirdlər, aşağıdakı fiqur eyni ölçülü kiçik kvadratlardan ibarətdir. Rəngli hissəyə uyğun kəsr aşağıdakılardan hansıdır? Bu tip suallar lisey və gimnaziyalara hazırlaşan şagirdlərə, o cümlədən olimpiyadalara hazırlaşan şagirdlərin qarşısına çıxa biləcək sual tipidir. Gəlin sualın izahına baxaq. Mümkün olan ən asan izah yolunu sizlərə təqdim edəcəm. Deməli, burada diqqətli baxsaq görərik ki, baxın, kvadratları birləşdirsək, bu şəkildə görərik ki, əslində bu bir kvadratdır və simmetrik şəkildə iki yerə bölünüb. Deməli, bura neçədirsə, burada həmin qiymətdir. Məsələn, bura x-dirsə, burada x deməkdir də, düzdürmü? Amma biz bura x deməyəcəyik, çünki biz burada sayı bilirik. Baxın, 1, 2, 3. 3 dənə sayı var, düzdürmü? Deməli, bura 3-dürsə, burada 3-dür. Eyni qaydada bura 3-dürsə, burada 3-dür deməli. Və baxın. Bura 3-dürsə, burada 3-dür. Bura 3-dürsə, burada. Eyni qaydada baxın, hər birinə eyni qiyməti yazırıq. Və bir də baxın, bunların içində olan var. Bir də burada olan. Bura 3-dürsə, burada 3-dür. Bura 3-dürsə, burada 3-dür. Deməli, biz bunu tapdıq, düzdürmü? İndi bizə nə lazımdır? Bizdən rəngli hissəni soruşur, düzdürmü? Amma hissə dediyinə görə biz ümumi deməli kvadratların sayını tapıb, məxrəzdə həmin ümumi kvadratların sayını yazmalıyıq. Surətdə isə rəngli hissəni yazmalıyıq. Yəni ki, bu boz rəngdə olan hissəni yazmalıyıq. Gəlin ümumini tapaq biz birinci. Biz hələ ümumini tapırıq, düzdürmü? Baxın, deməli, əgər bu kvadratın, deməli, bu kvadratın 3 bu tərəfi, 3 bu tərəfədirsə, hər birini 6 deyə bilərik də, düzdürmü? 3 ilə 3-ün cəmi 6-dır. Deməli, bu kvadrat 6-dır. Hər biri 6-dır. Gəlin hesablayaq. 6, 6, 12, 18, 24, 30, 36, 42 və 48, 54 və 60. Deməli, 60'dır ümumi. Amma hələ bitibmi? Bitməyib. Biz görürük ki, baxın, bu hissələri tapandan sonra görürük ki, burada da boşluqlar var, düzdürmü? Baxın, burada da var da, düzdür, bunlar da kvadratdır, bunları da hesablamalıyıq. Baxın, bu rəngli olanların da hər birini hesablamalıyıq. Bura kimi. Baxın, bura bu hissəyə kimidir. Baxın, bu aşağıda olan hissə ki var, bunları bunu saymırıq. Yaxşı, bu bizə aid deyil. Bizim hesabımıza aid deyil. Aha, bir də var bu qeyd elədiyim bu rəngli hissələr. Düzdür, bunları da 6 deyə bilərik də elə. Çünki bunlar kimidir də, sadəcə bir fərq odur ki, belə simmetrik ayrılmayıb. Hər biri eynidir. Gəlin bunlara da 6 yazaq. Neçə dənə 6 oldu? 6 dənə 6 var. 6 dənə 6-mız neçə eləyəcək? 36. Əvvəl 60 idi, düzdür? Onu unutmadan yazaq. Bu digər ümumilər, rənglilərdən əlavə olan sarı rəngə rənglədiklərim 60 idi. 60'ı yazdım. Üstə gəl. Deməli, 6 dənə də 6 var. Üstünə gəl, 6 vurulsun 6. Bərabərdir. 60'ın üzərinə 36 gələndə eləyəcək 96. Deməli, 96 bizim nədir? Məxrəcimizdir. Yəni, ümumi kvadratların sayıdır. Gəlin, indi rəngli hissə. Rəngli hissəni onsuz da görürük, düzdür. Burada əsas, deməli, sualın əsas məğzi ümumi kvadratların sayını tapmaq idi. Onu da tapdıq. Rəngli hissə. Rəngli hissələri, baxın. Deməli, rəngli hissələr hansılardır? Rəngli hissələr ancaq bunları götürəcək də, bildiniz yəqin ki. Ancaq bu hissələri götürəcək. Boz hissələri. Gəlin onları da hesablayaq. Deməli, 3, 6, 9, 12, 15, 18, 21, 24,
İçəridə də var 27 və 30. Rəngli hissələrimizin də sayı 30-dur. Düzdür. Deməli 30 dənə də rəngli hissəmiz var bizim. Aha. Deməli 96 olacaq məxrəcdə. Surətdə də olacaq neçə? 30. Gəlin ixtisar eləyək. 6-yı ixtisar eləsək, yuxarıda qalacaq 5, aşağıda da qalacaq neçə? 16. Deməli bizim cavabımız neçədir? 16-da 5. Yəni B bəndi.